Salam. Son zamanlarda TikTok'da bana müracaat olunur ki, hiss edirəm ki, insanlar hibrit toxumların alınmasında, onların əkilməsində çətinlik çəkirlər və çəkinirlər daha doğrusu. İndi ona görə də mən istəyirəm hibridlə GMO, yəni ki, geni dəyişdirilmiş orqanizmlər arasındakı fərqi izah edeyim. Bu mövzu çox vacibdir. Xahiş edirəm bunu axıra qədər dinləyəsiniz və bu videonu da bəyənməyi də unutmayın. Son zamanlarda tərəvəzçilikdə ən çox verilən suallara elmə söykənərək qısa aydınlıq gətirmək istəyirəm. Hibrid F1 GMO, yəni ki, geni dəyişdirilmiş orqanizm deyil. Çoxları elə bilir ki, hibrid toxumu geni dəyişdirilib. Xeyr, belə deyil. Hibrid toxumundan çəkinmək lazım deyil. Hibrid F1, 2, buna fikir verin. Hibrid F1, 2 güclü valideyn bitkinin təbii yolla tozlandırılmasıdır. Təbii yolla. Bu növün ən yaxşı xüsusiyyətlərini birləşdirən təbii gücdür. Bunu necə başa düşək? Məsələn, bir meyvə olsun, tərəvəz olsun, bir növdə meyvə iridir. Başqa bir növdə meyvə xırdadır, misal üçün, amma xəstəliyə davamlıdır və yaxud quraqlığa davamlıdır. Bir çox müsbət xüsusiyyətləri var. Bu iki iri meyvə ilə xəstəliyə davamlı olan meyvəni deməli, hibrid almaq üçün bunları tozlandırırlar. Deməli, bu hibrid alınır ki, həm meyvə iri olur, həm də xəstəliklərə davamlı olur. Bu hibrid budur. Bunu yadda saxlayın. İndi sual oluna bilər. Əgər tutaq ki, pomidor biz parnidə əkmişik. Pomidoru yetişdirmişik, hibrid toxumdur. İndi bu pomidor yetişəndən sonra bundan toxum tutub ikinci ili əkə bilərikmi? Mən bunu məsləhət görmürəm. Niyə? Çünki həmin toxumlar öz əvvəlki əcdadın xüsusiyyətlərini götürə bilərlər. Ona görə də məsləhətdir ki, deməli, hibrid toxumu təzədən deməli, dükanlardan alına əkilə. Çünki əgər özünüz hibrid toxumundan alınan pomidor götürək, xiyar, başqa məhsul götürək, ondan toxum tutsanız, əksəniz, bu yaxşı nəticə ola bilsin ki, verməsin. Buna görə mən məsləhət görmürəm. İndi görək, bu GMO nədir? Geni dəyişdirilmiş orqanizmlərdir. Bu, laboratoriyada tamamilə yad bir canlının genini bitkiyə köçürülməsidir. Bazarda olan toxumların mütləq əksəriyyəti GMO deyil, hibriddir. Hibriddən çəkinmək lazım deyil. İndi sual oluna bilər, bəs yaxşı, xiyarda niyə balıq iyi gəlir? Torpaqda, deməli, əgər rütubət artıq olursa, deməli, bu parniyə aiddir. Torpaqda rütubət artıqlığı, oksigen çatışmamazlığı nəticəsində yaranan bəzi kimyəvi maddələr bu qoxunu verirlər. Deməli, düzgün fermentasiya olunmamış üzvü gübrələr və ya bəzi pestisid qalıqları meyvənin ətrini korlayırlar. Məhsul yığımına az qalmış, fikir verin, məhsul yığımına az qalmış amin turşuları bitkiyə verildikdə ona ikinci nəfəs versə də, dəniz yosunu xiyarın rənginin tündləşdirilsə də, heç olmasa dərimə 15-20 gün qalmış, bu dərmanların verilməsini kəsmək lazımdır ki, bu xiyarda bu qoxular gəlməsin. Sağ olun, gələn görüşlərə dək.